Herkese salam. Bugün sizinle çok dadlı yemek hazırlayacağız. Bu qarnir hər yeməyi daha dadlıdır. Çəkilmiş dana ətinə xırda-xırda doğranılmış soğan, duz, istiot, paprika və yumurta əlavə edib yaxşıca qarışdırırıq. Alınan qarışımı balaca toplar halına gətirib hələlik kənarda gözlədirik. Sos üçün tomat pastası, ketçup, alma sirkəsi, duz və su əlavə edib tək kütlə halına alana qədər qarışdırırıq. Daha sonra ətləri tavaya düzüb az qızardırıq. Üzərinə kub-kub doğradığımız biberləri, sarımsaq tozunu əlavə edib qarışdırdıqdan sonra hazırladığımız sosu üzərinə gəzdirib qapağı bağlı şəkildə bişməyə qoyuruq. Zövqə görə üzərinə şüyüd ya da kişniş əlavə edə bilərsiniz. Birgə yemək üçün tavaya qarabaşaq, duz, istiot, kərə yağı və su əlavə edib bişirdim. İnanın mənə, bu yemək çox ləzzətli alınır, mütləq sınayın. Mən qarabaşaqla hazırladım. Həmçinin düyü, makaron və pirenin yanına da çox yaraşır. Ərzaqları videonun alt hissəsinə yazacağam. Videomu bəyənməyi, yeni videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub, zəng işarəsini aktiv etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.